Salam güzel insanlar, hər birinizi salamlayıram. Yeni gündə xoş gördük hamınızı. Nətərsiz? Məni soruşsa şükür mən də yaxşıyam. Çox şükürlər olsun hamımızın bu günümüzə. Xanımlar, mən bugün leço hazırlamaq istəyirəm. Dedim leço reseptimi də sizlə bölüşüm. Bütün tərəvəzlərin hamısını yumuşam, ayrı-ayrılıqda, təmiz-təmiz ayrı qablarda yığmışam, hazır qoymuşam. Vaxtımız yetməsin deyinə hamısını yuyub yığmışam. Xanımlar, demək məndə nədir? 1 kiloqram qırmızı şirin bibərdir, 1 kiloqram yaşıl şirin bibərdir, kiloqram yarım pomidordur, kiloqram yarım soğandır, 1 kiloqram da kökdür, 4 dəstə də cəfəridir, 3 diş sarımsaqdır, sadəcə sarımsağı 2 yerə bölmüşəm, 1 litrdə qarğıdalı yağıdır. Qarğıdalı yağı nə qədər gedəcək, onun hamısı mən proses getdikcə diqqətlə izləyərsiniz, göstərəcəm sizə. Mən leçoya bunları vururam, istifadə edirəm. Hərənin indi özünə görə bir resepti var. Mənim də reseptim, leço reseptim bunlardan ibarətdir. Duzdur, şəkər tozudur, onları da hamısını gedişatda sizlə bölüşərəm inşallah. Xanımlar, mən indi bu tərəvəzlərimizin hamısını yuyub yığmışam. İndi mən oturum bunları qəşəng doğrayım. Doğrayıb qutarandan sonra necə doğramış forması var, onu da sizlə bölüşəcəm inşallah. Sonra başlayarıq inşallah pişirməyə. İzləmədə qalın, kommentlər yazın, abunə olmağı unutmayın. Xanımlar, sizin orada hardasa mənə komment yazmağınız, abunə olmağınız 1 dəqiqə ya 30 saniyə vaxtınız gedər, amma o mənim üçün çox önəmlidir. Zəhmət olmasa bunları unutmayın. Zəhmətə dəyər verən gözəl xanımlar. İnşallah görüşərik. Xoş gördük sizi xanımlar. Mən tərəvəzlərimizin hamısını ayrı-ayrılıqda doğradım. Bu bizim kökümüzdür. Bax belə xanımlar. Nə qalındır, nə nazik. Çünki kök çox qalın ehtiyac deyil də, özünüz bilirsiniz. Biraz orta doğradım ki pişsin. Tərəvəzlərin içində o pişsin. Biraz kök yeyici bişən tərəvəzdir. Bu bizim yaşıl bibərimizdir xanımlar. Yaşıl biberimizi də bax belə orta, nə nazik doğradım, nə qalın. Çünki biberlər yumuşaq bir tərəvəzdir. Onlar tez əzilir, bilirsiniz özünüz zaten. Ona görə də bunları orta ölçüdə, uzunsov hamısını doğramışam, yığmışam. Onlar əzilib leçoda qatışanda vid olaraq salatda çox belə pis görünür də, istəmirəm elə olsun. Məndə də heç vaxt elə alınmayıb. Bütün tərəvəzlər hamısı salatın içində ayrı-ayrılıqda hamısı qəşəng görünübdür. Bu da bizim pomidorumuzdur, çəkdim, hazır qoydum. Bu da bizim xanımlar soğanımızdır. Maşından keçirmişəm qəşəng. Acı suyunu da çıxartmışam, hazır vəziyyətdə. Petruşkamızdır 4 dəstə. Doğramışam, hazır. Petruşkanı da, cəfərini yəni, bildiyimiz cəfəri. Bunu da xanımlar çox xırda doğramayın. Orta, nə balaca olsun, nə böyük olsun. Ki salatın içində itib batmasın da, belə qalsın, içində görsənsin ərzaqlar, tərəvəzlərimiz. Bu da bizim sarımsağımızdır, uzunsov doğradım. 3 diş sarımsaq demişdim. Doğradım, onu da qoydum öz qabında. Bu da bizim 1 ədəd acı bibərimizdir. 1 ədəd acı biber, onu da uzunsov tumunu çıxartdım, doğradım. İndi xanımlar, mən bura qarğıdalı yağ tökəcəm. Bax, bu xrustal stəkan 200 qram tutur. Diqqətlə videoya baxarsınız ki, reseptiniz düzgün alınsın, leço hazırlayanda, zəhmət olmasa. 200 qram, bir dəqiqə ağzını açın.
200 qram bura duru yağ tökürəm soğanın üzərinə. Birinci 200 qram. Bir də yarısı. 200 qramın da yarısı eləyir 100 qram. Təqribi. Bunu da tökdük xanımlar. Bunu da tökdük. İndi mən soğanımızı qazın üzərinə qoyacağam. Bunu qəşəng qoyacağam. Proses necə gedir, nətər başlayır, hamısını göstərəcəm sizə. Xanımlar, soğan artıq qazın üzərindədir, qoyulur. Xanımlar, soğanın tamam qızılı rəngə düşənəcə mən bunu qoyacağam. Qoyacağım, o qızılı rəngə düşəndə pomidoru tökəcəm soğanın üzərinə. Hamısını göstərəcəm sizə. Soğan xüsusi dad verir leçoya. Keçək indi burada kökə. Xanımlar, mən bura 200 qram yağdan bir balaca stəkanın başı aşağı yağ tökdüm bu tavaya. Qızdı yağ. Sonra bu doğradığım kökü tökdüm bu qabın üzərinə. İndi bu kök burada qəşəng qoyulacaq öz üçün. Ağzını örtəcəm indi qarışdırandan sonra. Bu kök biraz burada belə deyək də öləcək, qəşəng qızaracaq, qoyulacaq. Ondan sonra mən bu kökü boşaldacağım başqa bir qaba. Boşaldandan sonra biberləri tökəcəm. Bir-bir biberləri də kök kimi burada qoyurub, öldürüb götürəcəm. Proses getdikcə hamısını mən sizə göstərəcəm inşallah. İzləmədə qalın gözəl insanlar. Soğanımız qoyulur xanımlar. Rəng olaraq get-gedə rəngi tamam dəyişir. Xanımlar, soğan xüsusi dad verir bu leçoya. Qoyulmuş formada ümumiyyətcə dadlı olur. Düzdür, hörmətlə yanaşıram bütün xanımların işinə. Adam var çiğ-çiğ tökür də leçoya. Soğanı da, pomidoru da, kökü də, biberləri də. Hamısını üst-üstə tökür, pişirir. Onun, nə bilim valla, dadı olmur da elə. Bu dadı vermir. Hərənin, yenə deyirəm xanımlar, bir resepti var da özünün. Mən bu reseptlə pişirirəm. Uzun illərdir ki, mən leçonu bu cürə hazırlayıram. Məni tanıyanlar bilirlər. Burada da xanımlar, kökü götürdüm, boşaltdım başqa bir qaba. Bu tavaya gətirdim, qırmızı biberi tökdüm. Qırmızı biber də yenə burada qoyulacaq qəşəng. Gördüyünüz kimi. Bu qoyulandan sonra bunu götürüb yaşıl biberi tökəcəm inşallah. O da qoyulsun, tamam. Soğanımız da burada qoyulur, qəşəng pişsin. Davamlı prosesini göstərəcəm inşallah. Xanımlar, soğanımız qəşəng qızılı rəngə çönür. Mən indi hazırladığım pomidoru da tökürəm. Soğanın üzərinə. Qəşəng. Burada qəşəng. Pomidorla da burada pişsin, soğan qoyulsun. Pomidor tamam suyunu çəkənəcəm. Burada pişəcək. Tamam pomidor yağa düşəndə o biri tərəvəzlərimizi tökəcəm bunun üzərinə inşallah. Ona görə də diqqətlə izləyin. Yaxşı olar inşallah. Gözəl izləyicilərim, artıq pomidor soğanımız yağa düşübdür. Mən onun yağını sizə göstərdim, bəlkə də ola bilsin. Baxın xanımlar. Tamam yağına düşürdüm. İndi mən neyirəm? Bura tökürəm sarımsağı. Bir də acı biberimizi. Bir ədəd acı biber. Şimdi bunu qarışdırım qəşəng.
Sonra mən bura tökəcəm. Bayaq qovurduğum kökü. Qovurduğum kökü tökürəm. Sonra qovurduğum yaşıl biberi tökürəm. İnanırsınız hanımlar, burada bir gözəl qoxu var, ətir var. Çox gözəl. Tökürəm qırmızı biberimizi. Hamısını tökdüm, tərəvəzlərimizin. İndi xanımlar, mən bura tökəcəm nə? 3 xörək qaşığı duzdur. Tam dolu yox, belə siləmədə, belə bildiyiniz özünüz. 3 xörək qaşığı da pesoq. Bu da tam dolu yox, belə siləmə. Hamısını tökəndən sonra xanımlar, mən bunu qəşəng qatışdıracağım. Xanımlar, mən bunu qəşəng qatışdırıram. Telefon əlimdə tək əlimə qatışdırmaq biraz çətin olur. Qatışdırın, duru yağında tökün. Sonra təkrar birdə görüşərik inşallah. Xanımlar, qəşəng qatışdırdım. İndi mən bura 200 qramdan 2 barmaq belə aşağı yağ tökürəm, duru yağ. Ona görə ki, xanımlar, bu tərəvəzlər ki, mən qovurdum ayrı-ayrılıqda, duru yağda. Onların da yağı çıxmışdı deyinə. Hələ soğanı da duru yağda qovurmuşdum. Ona görə də bəsdir bu yağ. Xanımlar, indi nə deyirəm sizə? Bir dənə qaldı leçomuzun cəfəri tökmək, petruşka. O da töküləcəkdir. Leçomuz hazır olmağa 5 dəqiqə qalmış. Petruşkanı tökürəm, qatışdırıram, isti-isti bankalara yığıb ağzını bağlayıram. İnşallah. Xanımlar, bir də nə deyirəm sizə? Mən leçoya heç vaxt nə sirkə tökərəm, nə dənəvər qara biber tökərəm, yəni istiot, nə də dəfnə yarpağı. Heç bir vaxt. Mən sizdən xahiş edirəm. Mənim bu hazırladığım leçonu diqqətlə qulaq asıb baxıb hazırlayarsınız və mənə rəylərinizi yazarsınız. Çox qəşəng, çox ləzzətli, super, ağız dadınıza uyğun bir leço olacaq inşallah. Mütləq hazırlayarsınız gözəl xanımlar. Gözəl xanımlar, baxın. Bilmirəm, indi kamerada necə düşür, tamam yağa düşürdü leçomuz. İndi mən petruşkamızı tökürəm. Artıq pişirdim. Petruşkamı tökün, qəşəng qatışdırın. 5 dəqiqədən sonra altını keçirib isti-isti yağacım bankalara. Bankaları da sodalı suda yumuşam qəşəng. Sterilizə eləmişəm. İsti-isti yığıb bağlayacağım lazım. Axırıncı prosesi sizlə bölüşəcəm inşallah. Oldu xanımlar. Xanımlar, gəldik axır ki, şükür videomuzun sonluğuna çatdıq. Leçonu bişirdim, qutardım. Bankalara yığdım. 5 banka çıxdı. Zaten bilirdim ki 5 banka olacaq. Ona görə də elə 5 bankanı hazırlamışdım. Qoymuşdum. Xanımlar, inanırsınız o qədər gözəl ətri var, dadı var. Maşallah, çox qəşəng çıxıb. Baxın xanımlar,
içində hər bir şey ayrı-ayrılıqda dən-dən durub əzilməyib. Xanımlar, mən videomun başlığında niyə dedim ki, mənim leçom fərqlidir, nə ilə fərqlənir? Birinci, xanımlar, mən leçonu hazırlayanda bir gün leçoya vaxt ayırıram. Çünki çox vaxt aparan bir yeməkdir. Mən onlara yuyuram, ayrı-ayrılıqda doğrayıram, ayrı-ayrılıqda onları qovururam duru yağda, sonra soğanın qovururam, pomidorunu tökürəm. Soğan yağa düşəndən sonra o qovurduğum tərəvəzləri tökürəm pomidor soğan qovurmasının üstünə. Ona görə də mənim leçom dadlı çıxır. Plus mən qara bibər tökmürəm, dənəvər, lavrovlis tökmürəm və sirkə tökmürəm. Qətiyyən bizim ağız dadımıza uyğun deyil. Ona görə də mən onlardan istifadə eləmirəm. Mənim leçom bax bunlarla fərqlənir. Yenə deyirəm, xanımlar, əgər qışa tədarik görüb pişirməmsinizsə leço, bu reseptlə pişirin. Mənə də rəylərdə yazarsınız, inşallah. Mənim leçomu yeyənlər bilirlər dadın. Ona görə də istəyərdim ki, siz xanımlar da, izləyicilərim də bir sınasınlar, pişirsinlər. İnşallah onlar da razı qalar. Xanımlar, inanırsınız, o qədər yorulmuşam ki, mən sizlə burada sağollaşım, videonu tamamlayım. İnşallah Allah hər birimizə ruzu bərəkət versin, can sağlığı versin. Elə qışımıza tədarik görək, pişirək, hazırlayaq. Şirin ağızla da yeyək. Öpürəm hər birinizi ayrı-ayrılıqda. Salamat qalın, izləmədə qalın. Kommentlərinizi gözləyirəm, inşallah. Allaha əmanət olasınız.